Əməkdar artist Elnarə Abdullayevaya ağır itki üz verib. Sənətçinin qaynanası vəfat edib. Bu barədə müğənni Instagramda yazıb. Bugün ailəmizin baş tacı, nəslimizin ağbirçəyi, nur üzlü, gülər üzlü anamızı itirdik. Mama, Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun deyə bildirib. Qeyd edək ki, əməkdar artist Elnarə Abdullayevanın qaynatası 2 il öncə vəfat edib. Əməkdar artist Gövhər Rızayeva rəngarəng verilişində qonaq olub. Qarmon ifaçısı proqramda keçmiş həyat yoldaşı ilə bağlı sualları cavablayıb. Sevgi evin girişinə qədərdir. Nə qədər uzaqda olsam, bir o qədər şirin görünür. Mən sevərək evlənməmişəm, məni evdən ərə veriblər. Keçmiş həyat yoldaşım da elə idi. 28 il ailəli olduq, indi o rəhmətə gedib. Kişinin bir arvadı olar, ikinci arvadlıq heç nə gətirmir. Onun ağlayanı da olmayacaq. Bəzən deyirlər ki, Allah bağışlayandır. Amma hər şeydə bağışlamır. Kiminsə kürəyindən çıxmayınca, haqqını verməyincə o biri dünyaya aparmır. Kimə əziyyət veribsə, kimi incidibsə, hamısını göstərməlidir. Sonradan yenidən ailə qurmağı düşünmədim. Övladlarım da artıq böyümüşdü. Keçmiş həyat yoldaşım məndən sonra 3-4 dəfə evləndi. Bir qızı da oldu. Övladlarım onunla görüşmür. Yeri gələndə onu gətirib evimə də saxlamışam. İndi isə heç bilmirəm hardadır, maraqlanmıram.